Belə bir aparat var. Yəni bu muncuq işi ilə məşğul olanlar bunu görməmiş olmaz və yaxud da bunu mütləq şəkildə internetdə videolarını falan görərsiniz. Deməli bu formada qoyulub fırlanır, muncuq bunun içinə tökülür. Baxın bura. Buraya muncuq tökülür, ondan sonra iynəsi ilə bu muncuğu görə rahatlıqla düzülür. Əsasən belə balaca bir şey muncuqları düzmək üçündür. İndi mən bunu sizin üçün yoxlayacağım. Bu nə qədər də effektlidir, yəni almağıza dəyər yoxsa yox. Deməli prinsip nədən ibarətdir? Baxın bu iki hissəlidir. Bu aşağı hissəsidir. Bu onun üzərində fırlanır. Bu da onun yuxarı hissəsi. Bunu əvvəlcə bir-birinə belə bir formada birləşdirib qoyurlar. Fırlandıqda bunda elədir ki, yəni çox gec dayanır da, yəni tez dayanmır. Yəni muncuğu rahatlıqla tökülür. Sonra baxın muncuğu bunun içinə əlavə edirik. Məncə kifayət edər. Belə. Sonra baxın bu formada iynəsi var. Bunun bu formada iynəsi var. Bunun baxın arxadan yeri də var, sapı keçirdirlər. İndi mən sapı eləmirəm. Belə bu formada bundan yoxlayacağım. Yəni keçdikdən sonra sapı əlavə edirlər. Deməli necə istifadə olunur? Bu formada fırladırlar. Bilmədim, mən düzgün istifadə edə bilmirəm. Ya ümumiyyətlə belə baxın. Amma əksəriyyəti yəni dağıldı yerə. İndi mən bilmədim bunu. Yəni məncə o qədər də bir şey deyil, sadəcə oyuncaqdır. Ya mənim fikrimcə bu o qədər də əlverişli bir şey deyil. Bəlkə də bunu mənim əlim öyrəşməyib, edə bilmədim, deyə bilmərəm. Amma məncə bu bir o qədər də əlverişli əşya deyil. Yəni oyuncaq kimi evdə uşaqlar üçün filan nəsə eləmək olar, amma yəni məncə də yenə də yəni hətta yəni o iynələri qoyanda dağıldı, ətrafa saçıldı. Belə.